Azərbaycanda turistlərin ölkə daxilində dəmir yolu ilə daha rahat səyahət etməsi üçün yeni bilet sistemi tətbiq oluna bilər. Həftəlik və aylıq qatar biletlərinin hazırlanması təklif olunur. Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi turizmin inkişafına dair 2026-30-cu illəri əhatə edən dövlət proqramında əksini tapıb. Turist Azərbaycana gəlir, Bakını gəzir, sonra isə ölkənin digər bölgələrini görmək istəyir. Bu zaman hər istiqamət üçün ayrıca bilet almaq həm əlavə vaxt, həm də xərc deməkdir. Həftəlik və aylıq qatar biletləri turistlərə müəyyən müddət ərzində dəmir yolundan daha geniş istifadə imkanı yarada bilər. Burada söhbət adi bir gediş bileti yox, Turist Rail Pass, yəni müəyyən müddət ərzində qatarla çoxsaylı səfərlərə imkan verən biletdən gedə bilər. Bu, turist üçün rahatlıq, ölkə üçünsə regionlara turist daxilinin artırılması baxımından əhəmiyyətli ola bilər. Dəmir yollarından istifadə edərək, yəni turizmin turist paketlərinin daha ucuza başa gəlməsi mümkündür. Hesab edirəm ki, yəni bu ucuz nəqliyyat vasitəsindən gələcəkdə, yəni geniş şaxəli istifadə edib daha da kəndlərimizi və ən ucqar kəndlərimizə belə rahat şəkildə gedib gəlmələri belə bir imkan yaranacaq. Hesab edirəm ki, yəni bu gün bu atılan addım, yəni bu hədəf yerli turizmin inkişafına fokuslanır, kənd turizminin, qonaq evlərinin də daha da yəni şaxəli inkişafına zəmin kərət yaradacaq. Burada məqsəd yalnız turistə ucuz bilet satmaq deyil, turistin bir səfərdə daha çox şəhər görməsinə şərait yaratmaqdır. Məsələn, turist ayrıca biletlər almaq yerinə müəyyən müddət üçün bilet əldə edir. Bu da onun marşrutunu əvvəlcədən daha rahat qurmasına imkan yaradır. Adətən daha qısa müddətli biletlərin qiymətləri daha baha olur. Daha uzun müddətli, tutaq ki, 1 illik və yaxud da rüblük olursa, burada daha əlverişli qiymətlərə bu biletləri əldə etmək olur. Turizm şirkətləri alıb illik bazda bunu turistlərə tətbiqini hansısa formada həyata keçirə biləcəklərsə, əlbəttə ki, bunun nəqliyyat xərclərinin azalmasına öz təsiri olacaqdır. Avropa ölkələrinin tətbiqində adətən burada limit olmur. Bir ay ərzində nə qədər istəyir istifadə olunur. Avropada turistlər üçün Eurail Passləri təqdim olunur. Burada səyahətin müddətindən və seçilən modeldən asılı olaraq turist müəyyən günlərdə və ya müəyyən müddət ərzində müxtəlif qatarlarla səyahət edə bilir. Məsələn, bəzi biletlərdə turist bir ay ərzində yalnız seçdiyi müəyyən sayda gün qatarla səyahət edir. Digər variantlarda isə biletin qüvvədə olduğu bütün günlər ərzində səyahət etmək mümkündür. Yaponiyada da xarici turistlər üçün Japan Rail Pass sistemi mövcuddur. Burada 7, 14 və 21 günlük passlər təqdim edilir. Ağcəl Əskərli, Elvin Muradov, ATV Xəbər.